Hörmətli Yaqub müəllim, ilk növbədə sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm. Sizə can sağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məhsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermişsiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdi. Gənc kadr kimi sizi məsul vəzifələrə ötən əsrin 70-ci illərdə təyin eləmişdi və sizə böyük etimad göstərmişdi və siz də bu etimadı layiqincə doğrultmusunuz. Və məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 93-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək bir daha sizə etimad göstərmişdir. Və onun sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini vəzifəsinə təyin olunmuşsunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə mən etimad göstərmişdim. Həmən vəzifəyə yenidən hər prezident seçkilərindən sonra təyin edirdim. Və bugün sizə bu dövlət mükafatı təqdim edərkən demək istəyirəm ki, sizin işinizdən mən razıyam. Siz canla başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan İstiqlal ordeni ilə təbrik eləmişəm və icazə verin bu yüksək ordeni sizə təqdim edim. Təbrik edirəm sizi. Teşekkür ederim.